1945-ci ilin yayında və payızın əvvəllərində Cənubi Azərbaycanda vəziyyət gərginləşdi. Mərkəzi hökumət, bilavasitə Amerika Birləşmiş Ştatları və İngiltərənin hərbi siyasi yardımına arxalanan mürtəce dairələr kəndlilərə, həmkarlar ittifaqları fəallarına və demokratik təşkilatların üzvlərinə qarşı kütləvi təqib və terrora keçdilər. Buna cavab olaraq Cənubi Azərbaycanda özünü müdafiə üçün fədai dəstələr təşkil olundu. Ancaq 1945-ci il sentyabrın 3-də Seyid Cəfər Pişəvəri və onun silahdaşları vətəndaş müharibəsinin qarşısını almaq, milli azadlıq hərəkatını demokratik məcraya yönəltmək məqsədi ilə Azərbaycan Demokratik Partiyasını yaratdılar. Ancaq nə İran Məclisi, nə də Pəhləvi hökuməti Azərbaycan xalqının tələblərini eşitmədi. Əksinə, ADP fəallarına qarşı terrora və həbslərə başlandı. Sentyabrın 10-da Marağada, oktyabrın 20-sində isə Ərdəbil şəhərlərində hərbi vəziyyət elan edildi. Xalqın bir yolu qalırdı: silahlanmaq və açıq mübarizə aparmaq.